Hamıya salam dostlar. Bu videoda mən sizlərə AliExpress-dən aldığımız məhsulları necə gömrüyün sistemində bəyan edə bilərik, bunun haqqında danışacağam. Bundan öncəki videomuzda mən AliExpress-dən Azərbaycana necə məhsul gətirə bilərik, çatdırılma müddəti, ödəniş falan bu haqqda məlumatlar vermişdim. Bu videoda isə mən sizlərə AliExpress-dən aldığımız məhsulu necə rahat və qısa bir şəkildə Smart Custom sistemində bəyan etməyi öyrədəcəm. Mütləq və mütləq videonu başdan sona kimi izləməyi unutmayın. Çünki qaçıracağınız hər hansı bir detal sizin problemlə qarşılaşmağınıza səbəb ola bilər. Dəyərli izləyicilər, sizdən bir dənə də xahişim var. Aşağıdan hələ də kanalıma abunə deyilsinizsə, mütləq aşağıdan bir saniyənizi ayırıb kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqda məlumat olmayan dostlarınızla videonun linkini aşağıdan kopyalayıb onlarla da bölüşməyi unutmayın. İndi isə heç vaxtınızı almadan keçək videoya. Deməli, dəyərli izləyicilər, AliExpress-dən sifariş verdiyimiz məhsulu Smart Custom-da necə bəyan edə bilərik, onu göstərəcəm. İlk öncə bizə lazım olan proqram Smart Customs tətbiqidir və əlavə olaraq AliExpress tətbiqi də zaten sifariş vermişiksə telefonumuzda mövcuddur deməkdir. İlk öncə biz AliExpress proqramına daxil oluruq. Daha sonra Account bölməsinə gəlirik. Burada Orders bölməsinə keçid edirik. Hal-hazırda sizin sifarişiniz mövcuddursa, burada aktiv bölməsində, yəni mövcud olacaqdır. İndi mən keçmiş sifarişlərimdən sizə göstərəcəm. İlk öncə arxiv bölməsinə gəlirik və burada bizim müxtəlif sifarişlərimiz mövcuddur. Məsələn, telefon ekranı sifariş etmişəm. Bunu necə bəyan edə bilərik, onu göstərəcəm. İlk öncə sizdə də, yəni burada aktiv bölməsində olan sifarişinizə mən daxil olduğum kimi daxil olursunuz. Daxil olduqdan sonra burada tracking number var. Bunu kopyalayırıq və AliExpress-dən çıxırıq. Daha sonra gəlirik Smart Customs-a. Smart Customs-a daxil olmaq videomuz yuxarıda kartlarda çıxacaq. Əgər Smart Customs-a daxil ola bilmirsinizsə, kartlardakı videonu mütləq izləyin. Daha sonra daxil olduqdan sonra elektron ticarət. Daha sonra aşağıda sağ tərəfdə plus işarəsi var. Buna klik etdikdən sonra bizim məlumatlarımız düşəcək. Ad, soyad, ata adı və FIN kod. Daha sonra aşağıda telefon nömrənizi daxil edib irəli vuracaqsınız. Mən indi şəxsi məlumatların düşməsin deyə həmin səhifəni keçid eləyəcəm. Yəni siz də öz telefon nömrənizi daxil edib next vuracaqsınız. Next vurduqdan sonra, yəni irəli vurduqdan sonra qarşımıza bu səhifə açılır. Burada bağlamanın izləmə kodu mövcuddur. Bura biz bayaq kopyaladığımız hansı ki AliExpress-dəki o izləmə kodunu paste eləyirik, yəni yapışdırırıq. Daha sonra bağlamanı gətirən post və daşıyıcı şirkət yerinə isə axtarış bölməsindən biz Azərpostu seçib qeyd eləyəcəyik. İndi sistemdə biraz yüklənmə var. Ola bilsin onunla əlaqəlidir. Aha, gördüyünüz kimi burada Azərpostu seçirik. Seçdikdən sonra göndərən ölkə olaraq isə Çin axtarış yerini yazıb seçirik. Satıcı isə AliExpress qeyd edirik. Daha sonra irəli vururuq və əlavə et deyirik. Burada malın daxil olduğu əsas qrup yerinə, məsələn, mən sifariş etdiyim telefon ekranı olduğu üçün telefon və telefon üçün aksesuar yazıram. Malın alt kateqoriyasına isə burada əgər məhsulumuza aid burada kateqoriya varsa onu qeyd eləyəcəyik, yoxdursa əgər digər qeyd eləyəcəyik. Məsələn, telefon ehtiyat hissəsi burada seçim edə bilərik və ümumi invoice qiymət yerinə isə gəlirik AliExpress-ə. AliExpress-də məhsula $13.87 ödəniş etmişik. $13.87 yazırıq. Valyuta yerinə isə ABŞ dolları qeyd edirik. Daşınma xərcinə isə əgər biz burada məhsulun sifariş verməmişdən öncə burada total price var. Buna bir dəfə klik edirik. Delivery bölməsində gördüyünüz kimi $1.92 də çatdırılmasına ödəniş etmişik. Bu zaman biz baxın, burada mən 13.87 yazdım az öncə. Amma 13.87 yazmalı deyiləm. Çünki daşınma pulumuz 1.92 ilə toplanıb 11.96, 13.87 yaranıbdır. Mən qiymətini 11.96 qeyd edəcəm. Məhsulun öz qiyməti 11,96-dır. Daşınma xərci isə 1,92 sent. Aha. $1.92. Gördüyünüz kimi bunları yazdıqdan sonra miqdar 1 ədəd qalır. Daha sonra isə irəli vururuq və irəli vurduqdan sonra
Gördüyünüz kimi aşağıda yazıb hörmətli Əli Qasımzadə cari ay ərzində 13 dollar 88 dollar dəyərində mal gətirmisiniz. 300 dollar limiti keçmədiyinizə görə heç bir gömrük rüsumu tutulmur. Bəyannamədə yanlış məlumat göstərməklə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyacağım mənə məlumdur seçimini burada qeyd eləyib təsdiqlə vururuq. Təsdiqlə vurduqdan sonra tamamla deyirik və bu qədər. Bəyannaməmiz də artıq hazırdır. İnanıram ki, sizlər üçün qaranlıq qalan bir məqam qalmadı. Deyə bilərsiniz ki, bəyannaməni etmək üçün bizə hər hansı bir SMS gəlməlidirmi? Xeyr, SMS gəlməli deyil. Biz AliExpress-dən sifariş verdiyimiz zaman burada izləmə kodu, yəni tracking number yaranıbsa, bu RX, nə bilim, LX fərqi yoxdur. Tracking number yaranıbsa, artıq biz məhsulumuzu bəyan edə bilərik. Əlavə bir SMS gəlməyəcək bununla bağlı, yəni gözləməyin. Sadəcə tracking number gördünüz ki, AliExpress-də yaranıb, həmən daxil olun Smart Customsa və bəyannamənizi edin. Nəzərinizə çatdırım ki, AliExpress-dən telefon gətizdirmək və AliExpress-dən aldığımız telefonu bəyan etmək, qeydiyyat etmək haqqında videolarımız da mövcuddur. Onları da kartlardan daxil olub izləyə bilərsiniz və bəyannaməmizi etdik. Sadəcə bizim qalır məhsulumuzu poçta gəlib çatdırılmağı. Poçta gəldikdə isə hardasa belə deyək 14 gün 1 ay ərzində siz gözləməlisiniz ki, məhsulunuz gəlsin. Tez də gələ bilər, 10 günə də gələ bilər, 15 günə də gələ bilər. Dediyimiz kimi bu ümumilikdə satıcının göndərməyindən və belə deyək məhsulun oradan hava aviasiya kargo şirkəti vasitəsilə çatdırılmasından asılıdır. Bir sıra məqamlar mövcuddur. Məhsul gəldikdən sonra isə sizə Azərpoçtdan SMS gələcək ki, filan sayılı poçta filan tracking nömrəli məhsul daxil olub, yaxınlaşıb falan. Bu tipdə görəcəksiniz ki, Azərpoçtdan SMS gəlib, daha sonra şəxsiyyət vəsiqənizlə Azərpoçta yaxınlaşıb məhsulunuzu təhvil alacaqsınız. Bu qədər. İnanıram ki, heç bir qaranlıq qalan bir məqam qalmadı. Əlavə suallarınız olarsa, şərhlərdə və yaxud da Instagramdan mənə yaza bilərsiniz. Və dəyərli izləyicilər, daha bir videonun sonuna gəldik, çatdıq. İnanıram ki, hər biriniz üçün faydalı və maraqlı bir video olmuşdur. Aşağıdan hələ də kanalıma abunə deyilsənizsə, bir saniyənizi ayırıb kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqda məlumat olmayan dostlarınızla videonun linkini kopyalayıb onlarla da bölüşməyi unutmayın. Gələcək videoların nə haqqında olmağını istəyirsinizsə, mütləq aşağıda şərh bölməsində də qeyd eləməyi və öz fikirlərinizi bölüşməyi unutmayın. Gələcək videolarda görüşənədək özünüzə çox yaxşı baxın. Hələlik.